Kanalıma xoş gəlmisiniz. Mən Cəmalova Nəzrin. Bildiyiniz kimi mən MD boyunlarında könüllüyəm. Yəni. Formumdan da gördünüz ki. Ona görə bu günlərin bir günlük vlog çəkmək istəyirəm ki, ümumiyyətlə bir günümüz necə keçir. Əvvəldən həqiqətən çox işləyirdik formalarda da yerləşdirmək olsun. Amma indi o qədər işimiz qalmayıbdı. Yəni, çox da boş keçmirdiniz də. Amma indi bəzi işlər vardı. İndi oraları da sizə çəkib göstərəcəm ki, nətər görsənir, biz nə edirik, nələr baş veriyor, onlara baxarsınız, tamam. Onda bir də mən yemək istəmirəm əslində. Amma sonra ümumi dedim düşər. Tamam, ona görə nə varsa onunla yeyək, ondan sonra çıxaq gedək. Təzə bir dənə mahnı dilimə düşüb burada, batsın bu dünya. Ancaq ondan olan editlər qabağıma çıxır deyə. O mahnını da bir iki dəfə qoydum, qulaq astım deyə. Ancaq dilimdə o mahnıdır da. Şaşıran sən yoxsa mən miyim biləmədim. Belə bir dənə burada, ay nədir bu? Ferini. Biləm istəmirik. O anda qaşığı əlimdə tutmam. Axır zamanlar yuxular görürəm və yuxudan oyanmaq istəmirəm da, davamlı yuxular görürəm və çox qarmaşıqdır. Birində məni qaçırdırdılar, güya uşaq evi kimi bir yer verirlər, amma burada adamları öldürürlər da. Dəli şeylər. Böylədir. Üniversitə getmirəm. Maraqlı oluram. Darıxıram mı? Bir daha. Durun bir stəkanla üstündən su içim, sonra şəkərim qalx. Ondan sonra çıxaq gedir, yoxsa gecikəcəm artıq yarısıdır. Mələ onsuz ki, gəlir, amma Allah ən tez mən gedirəm orada. Amma bu necə məsuliyyətsizlikdir. Xahiş edirəm. Kimlərə baxın. İdman sarayının qarşısındayım. İndi çatıram. Gedim, girim içəri. Çox təklifat olmaz. Girim içəri danışırıq. Artıq gəldim, çatdım İdman sarayının. Artıq sizdən biraz danışa bilərəm. Deməli, buradakı avtobusların hamısı dəyişilibdir. Hamısı dəyişilməyib daha doğrusu. Köhnələr də var, amma təzə qırmızı avtobuslar da gətiriblər. Və çox qəşəngdir də. Kartla işləyir, City kartdır, 2 manat alırlar pozan, amma içində 1 manata olur. Ondan qalan da ki, burada günümüz necə keçir, sizə onu göstərəcəm. İndi gəlmişik, biraz ortalığı sərgiyə salacağıq. Depodan falan paltarları gətirərik, yəni qutaran paltarları. Paltarları sizə çəkəmirəm, çünki Instagram videomu çəkdim, paylaşdım. Ondan sonra başıma dərd oldu. Amma 100 min izlənir də, yəni o cəhətdən mutluyum. Gəlin sizə oy verdim, gəlin sizə Aysun göstərim. Aysun bizim cücəmizdir, balaca bəbəmizdir. Belə. İndi çəkəcəm nə sonunda. Bu arada günorta yeməyə düşəcəyik. O yeməyi də çəkəcəm, görün nətərdir. Əvvəllər çox qəşəng idi. Birinci paylaşdığım vlogdan görmüsünüz. Amma indi elə deyil. Amma indi idarə edirik də. Ən azından ac qalmırıq. Şükür etməliyik. İndi gedirik bu akreditiyamızı sizə göstərənlərəm. Üzünü də gedirik o akreditiyamızı götürüb, çekin edib özümüzə yemək almaq üçün. Günorta nahar yeməyini bizə bir dənə kartoşka verirlər. O kartoşka ilə biz öz günorta yeməyimizi ala bilirik. Gedirik 10 götürməyə Aysun. Belə bu. Sabahınız xeyir. Yəni buradan götürürük. Dən belə göstər, akreditiyasını düşməsin. Çox sağ ol. Saxla girdim sən ol. Belə. Burada bizim dostumuz var. Gəlib bizi salam eləməyə. Eləmə Aysun. Kullanacaq üstümüzə. Yəni olsun, nə qədər yesdir ki bizi. Eləmə. Düşdün bana. Yo, eləmə bu qalsın. Çəkcədir görəsən, amma başqa heyvan oxşayır. O hamam böcəyi olur, belə. O hamam böcəyi karışniv olur, bu qarasıdır. Nə giyid oynayır ellərini yuxarı. Dayaqdan da çəkmirəmiş, danışmışam o qədər. İndi yüz güclüyə baxmağa gedəcəyik, burada yarışlar olur da, yüz güclükdür, sonra burada da rəqsən bu mənə qədərdir. Tam hamısını bilmirəm, voleybol da burada onun halda. Ona görə formayla olmazdı, üstünə qarajqa getmişəm, şəkət dinləyəcəm. Sonra gedəcəm, girəyəm, baxarım. Belə çıxırıq. Ay, aşağıda qızlar var, burada formalı şeylər. Şimdi gidirik, görüb gedib yapabilirik mi hələ? Belə görsənir, arkadaşlar, ortam çox qəşəkdir. Amma deyəsən hələ ki başlamayıb, birazdan başlayacaq. Bu elə tempo boğazıma gidir. Görək. Adam yanıp tökülür. Saniyelərin fərqi vardı orada. Hazırda belə formalar veriyorlar. Xıçılarların içinə. Bunlar hakimlərin formalarıdır. Görək, hər adamın adından qarşısına razılara bu razıların cavab veririk. Aha, kardofu da. Top ölmür. Getdi. Gəlmişik voleybol oyunlarını deyir. Başlayacaq. Zapora. Aha. Çəkirəm istə görə oyunları.
oyunda 41 yaş oynayıb bir oynuyor. Aziz dostlar, MTV oyunların resmi maskotları Leyla ve Demir almışlar. Bu kızlar cəməlli oynayamırlar valla. Mən onlardan yaşayım. Neysə, opşi belə, yəni 100% orada Qırğız Belarus olacaqdı. Yəni 18-0 idi da, bir dənə utsalar belə yenə də utsacaqlar, 2 bir dənə bitirəcəkdi. Və yaxud da daha artığı, belə, işdən çox çəkəmədim, nə ağardıq, nələr elədik falan filan. Ondan sabah da çəkərəm, bir gündən sabah birləşdirib elə paylaşıram, yaxşı, həm qısa olmasın vlog. Yəni vlog. Neysə, gedirik indi evimizə. Ay, orada heç kim qalmadı. Sən hara geysən eva? Hə? Ora boş qalır, kimsəyə tapşırın oranı, zarfas deyirəm. Arkadaşlar, Elmir öz aləmində voleybola baxmağa gedirdi əslində olan. Gülürsən də, gülürsən. Ay, bırak, mən buradan keçmək daha maraqlıdır. Qarnımı görmüsünüz arkadaşlar. Belə gəzim. Belə çöl belə görsənir. Fatıma hiç yok da gel. Ama şimdi belə evə qaydırıq. Heç də yeyəmədik, düzənməlidik. Nağardıq ki, günorta yeməyimizi də yedik, amma çəkəmədim, yadımdan çıxdı. Elə bildim bir video çəkmək günümdür. Ona görə sabah çəkərəm, ikisini birləşdirib paylaşacağım. Narahat olmayın, yaxşı görəsiniz nə verilir. Bizim yeməklərimizi burasını kəsərəm. Bizim yeməklərimizi dəyişdiriblər, güzel qazan yeməkləri yedik. İndi quru daş burger yedik. Ama salat falan geçen olur məndə. Çöpü sokla. Aa sana benim sen çöpü sok koymuşsun. Ne vardın? İçmedin. Aydan ben de içmedim ki sənə qalsın. Bir tane çekim Elmir. Sana böyle. O Elmir kardeşimize, Balatı kardeşimize nasip arıyoruz. İsteyenler Instagram'ı yazacağım oraya. Ayşin en Balatımızdır. Çok axtarasız bu günlər üzü. Bir sus. Mənli günləri oldu. Ayda, ölürəm də özümdən ötər. Birazdan sən danış. Özüm təqdim elə. Adım Elmir. Göydən. Nəzrin tanımağımın peşmanı. Başka ne diyeyim? Bu kadar. Mən amma burada hamı tanıdığıma çox məmnun oldum zarafasız. Hamısı çox mındarşaqlar. Yok zarafı değilim. Bu zarafası değil. Bura gəldiğimdə lanet olsun, hepinizdən nefret ediyorum. Zarafat deyirəm, həqiqətən hamısını çox istəyirəm. Biliyorduk bizi sevdiğini. Bircə gün bazarım olanda bura gəlməyədə ürəyim partlayır da, həqiqətən çox istəyirəm hamısını. Belə, çox darıxacam. Ancaq bu sözü deyirəm, çünki həqiqətən darıxacam. Yollar təzə kraskalıdır, o qədər qəşəng inanır ki. Oy. Uzun boy olmağın çətinlikləri. Acından ölürəm buna görə də makaron alacam. Ürəyim makaron istəyirsə. Qapı çıxmış. Ay sen de ne? Çet oysan. Ben dedim elimi değişim. Ardından öyle mi? Hep şey sen. Ne bileyim, yemek vermiyorlar. Yo verirler, böyle sandviç verirler, daş burger. Böyle çörek daş gibi olur. Salat falan yanında olur yanında. Yanında. Ha, ama yani o kadar da doyumcu olmur. Akşama kadar adam acır. Kavak kaşık yiyeceğiz, kudurduz da. Bəli. Şey deyim ama ben özüme makaron almışam. Mesela o günde makaron almıştık. Yo, o makarondan yok, hazır sıptan. Neyse, besleri geçen oluyor vakti. Yaxşılab yiyeceğim. Şaşıran sen mi yoksa ben öyle bir dert verdin ki kendime öyle bir dert verdin ki. Ayda bir evden çıxan ki halım var. Bir de eve qayıtdığım halım var da ay Allah. Evden çıxmağımla evde qayıtdığım danışamıram ya Allah haqqı. Evden çıxmağımla eve qayıtdığım halım arasında çox fərq var da. Bak çıxardı kurtqasan. Bir kas çıxartmışam zarafatsız. Eve gedib səbuhin döyəcəm da. Verməyim biləmədim. Oradan önüme gedim yemək yiyeyim. Şeker de onu da göstereyim. Nasıl biber? Biber olar. Koysam boş kabını görünüyor. Salam, dünənlərim çox şey çəkə bilməmişdim da oradan buradan çəkmişdim, yadımdan çıxmışdı. Bugün daha ətraflı çəkməyə çalışacağım söz.
İndi səhər yemək yedim, yoxsa ora gedəndə həqiqətən ürəyim bulanır. Yəni əvvəl kimdə yemək vermirlər deyə gəlsin buraya yapışdım. Əvvəl kimdə yemək vermirlər deyə, yəni çox da doymuruq da. Bir damcık acıkılıyoruz. Bir damcık. Əslində doyuruq, sadəcə axşam biraz geç çıxarıq deyə. Onda baxmada o major. İnan ki səndən başqa kimsə yox. Oyunların bitməyinə artıq 800 gün qalıbdı. Bu gün ayın 30-udur. Üniversitə qayıdacağım üçün sevinirəm. Amma burada maraqlıydı. Çox qəşəng bir təcrübə oldu. Yeni dostlar, yeni tanışlıqlar. Maraqlı təcrübə. Yiyim gedək. Orada yapışıyorsun. Arkasında şey var. Bu da çəkiliş gedir. Hə, biraz. Ay, çörək isitdim qəşəng. Yeməğimi yedim, indi kurtkamda cilim gidiyor. İyiydim, ne iyiydim. Süzməklə çörək isitdim. Ne yapayım? Kendi olarak oldu. Süzmə də Süzmə daha dadlıdır. Allah'ın fidan olarak. Qalanski şey diyeceğim, akşam yemek yemeyeceğim nene. Yani şeyde ev yemeği yemeyeceğim. Makaron pişirmek Qalanski yumurtalı zatta ev yemeği. Allah hazırsa kim eləmək. Şeyde bize pulsuz imiş ya bunlarla geçmişsən. Girsən avtobusa deyirsən ki mən bundanam. Nasıl yapayım? Tamam siz bundansınız. Neyse benim. Çantamı da götürün hepsi. Ben sizlere telefonumu karşıladım. Все. Başka işim lazım yok. İnan. Ha? Babam çantamda koyum görəsən. Hadi ben kaçar. Nereden çek? Yaxşı. Göz ışıq düşdü. Keçdim arxada yoxlanışdan, indi gedirəm öz uniforma yerimə. Aysu çok sinirlənib, çünki başqasının ayaqqabısını geyirkən. Ooo, Rəfiqə xanım, görsünüzdür. Aysu başqasının ayaqqabısını niyə geyib gəlmişsən? Sen yuxulamış öncə bilməmişəm. Yarı yolda görmüşəm ki, bu mənim yerim. O qədər də inşallah yeməklərimiz yaxşıdır. Gözdəydi. Gözdəydi. Bizim daş burcu eləyirik. Verirlər. Cununla daş burcu qoymuş olardım. Durum işimin başına gəldi. Yana bilmirəm. Bura gələndən sonra namım bütün gəncəyə yayıldı. Yəni bütün MDB-də işləyəndə hamısı məni tanıyır. Yalnızca bitliyim. Ben yoxlayan xanım da deyir ki, Koreyyalı qız. Nə belə danışırsa, nə burada bir yaxınlaşırsınız, Koreyyalı öyrənsəydiniz. Şapşiklər utanıram həqiqətən belə deyəndə, amma mutlu oluram bir yandan da. İndi kart vaziyeti üçün orta yeməğimizi versinlər. Teşekkürler. İndi yenə gedəcək oyuna baxmağa üz güçlüyə. Bir şirketini geliyor üstündən. Saçıma bir dənə daraq çəkdim. Ay da çok bir şey görsən. Bayılıram özümə. Haydi bura ümumi çəkdiydim. Ona görə hamımızdan intervyu götürəcəm birazdan. Qoy bir dənə gedək gələk. Hamımızdan. Medal tapmadı. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri tərəfindən təqdim olunacaq. Seyidov Oktay. Gonca yatma oyununa baxmağa çox maraqlı gəlir. Adiyyətdə qurulmuşsun. Hə, ayda niyə buraxmadılar? Sən yemək də verməmişdilər, can qardaş. Beni uyandırın, bu nasıl bir rüya? Kurumayan sulu boya gibi paranoya. İndi kartlarımızı da götürdük, gedirik günorta yemeği yemeye. Onlar bizim arkadaşlarımız. Həqiqətən hamısı çox yaxşı uşaqlardır. Onlar böyle Bak bizden geldi. Bəli, bu səfər Şəfiqə xanım. Şəfiqə xanımı zarfat edirəm. Belə oxşu toplaşmışıq. Gedirik günorta yeməyinə. Bu günlərim görək günorta yeməyimizdə nə çıxır. Daş burger yiyoruz arkadaşlar. Amma mən xoş deyirəm yəni, normal zad olur. Xorla oxuyun, xorla, qulaq asıram. Başladı. 1, 2, 3. Ördəklər gedir yol ilə. Daha oxuyun da. Cibi dolu pul ilə. Ördəklər pul ilə.
Saqqız alıb seyrək. Bax, çadırdan yeməklərimizi götürməyə. Şimdi ben bir yenə də çəkəcəm, görüm nələr çıxır kutumuzdan. Belə, giriyoruz. Sağ olun. Deməli, birinci çıxır suyumuz. Kutumuzu belə göstəreyim. Hamburger, belə bir salat, banan, meyve suyu. Susundan ölürəm ya. Şəftəli ən sevdiyim. Sen de Snickers. Snickers toz. Nədir bu? Mars. Ağzından da ölürəm, susundan da ölürəm, hamısına. Ben vloguma yaradım. Saltın yedi beni suyum içmeye. Oyda. Bakın. Değişik. Değişik. Hem de okuyarım ben de. Bir de peynir var içinde. Değilsen, istəyirsən. Var değişik. Bunu da çek. Mən kələm sevirəm. Burada qalın. Aham. Tez ataq. Belə. Atsan mı səndə? Sen gel otur. Oraya. Senden Allah sağlık versin. Elhamdülillah. Doydum. Allah var eləsin. Süperdi bugün yeməkləri. Fikirlərinizi alın arkadaşlar. Nətər idi bugün yeməkləri? Bəs sizin nətər yeməklər? Yeməklər. Dadlıydı. İndi yenə forma yığırıq. Taraların üstüne adlarını yazırıq. Yani her günümüz böyle geçiyor arkadaşlar ama merakla geçir. Böyle işleyirik. İndi voleybol oyununa bakmaya gedirik. Başlayırlar. Ayda. Ay. Mesela burada kızgın oyun gidiyor. Hele mi şunlar? Özbekleri uddurmak istedik ama 14-21'de. Kıyamam size. Tutacaklar. Şimdi burada Zabora başlayacak. Vur cere. Aha. Kaldır ne olar. Vur. Aa geçin. Şimdi Özbek başlıyor. Ayda. Rusya kazandı. Özbekler. Şotla böyle. Bunlar Azerbaycanlı da arkadaşlar. Bizim ficitlerimize bakın. Bunlar da Kırgız. Azerbaycan'dan Kırgız yaşayacak görevci budur. Ne de oyunu başlamağını gözlüyoruz. Görevci olsun. Ay heyecanlandım. Toplar bir tek kim uçuşur da havada. Ay dalaşacaklar bunlar. Hə. Kırgızın himni səslənir. Namusunu hissetmeye cümle gençler. Azerbaycan! Maşallah bize! Yine ne hayırcıklardı? Gedirik evimize. Ama bir tur yani sadece bir ağzım sus tutmuyor. Sadece bir oynadık da bizim zevk bilmirik şeyler çok opiniyat olacaq. Ama bence Azerbaycan olacaq. Çünki Azerbaycan həqiqətən çox qəşəng oynayırdı da. Yəni kəs belə elə vururdu ki. Ay. Çox sərt oynayırdı və qəşəng oynayırdı. Allahsız Azerbaycan takımı. İşte arkadaşlar eve giderik. Bu bizim təzə avtobuslarımız çok qəşəng. Gözləyirik. Günü gəbirəm. Şey ne var orada? Yaşlarım oldu. Evet. Bugün vlogum bugün ettiği paylaşacağım. Bugün ediyeceğim sabah paylaşacağım çünkü evet ders geçmeliyim. Bir şey görseniz bile akşam vakti bakın. Gəncə İdman Sarayı. İndi minki avtobusumuza bize bu avtobusda kalsın. Arkadaşlar demeli. Diğer kesek o paylaşacağım.
Direkt yeni Cünur'un adına. Cünur ben azdırması yapmıştım. Eminim ki azdırmayacaq. Daha geç atacağım. Burada böyle şeylerimiz var, ayakkabılarımız var. Gidelim. Gördüğünüz yer nazirlikdir. Qarkom elə deyirlər. Elə qəşəng işıqlı geçiyor səhər məncə. Gedim görüm çata bilirəmmi evimə, eşiyimə. Bunda gidiyoruz. Ay da bugün çok meraklı geçti bence. He? Harda kaldım. Çaynak da yoktu da. Ay çeşmerim ki ben de sana bakalım. Kaça kaça eve geldim çattım. Ağabeyimden utanam. Dersimi de keçdim. İndi özüm makaron düzəldirəm. Super duper makarondan ama siz bildiğiniz makaronlardan değil. Belə. Bunu çıxardacağım. Ting. Çox az döyürəm. Ama toxu döyürəm. Yəni jolta yeyimin üstündəyəm də başqa iş yeməmişəm. İndi super duper makaronumu açmadım. Arxlamışam yəni. Prosta videomuzda kasım var. Gözünüz kasını göstərəcəm. Biraz böyle karıştırıyoruz. İşte damlacık pomidor geçeceğim. Normalde tomat içiyordum ama ev yok. Bu yumurtanı indi. Cizletmelik bunlar arasındaki pişsin. Böyle Hollanda pendiri düzeltiyik. Örtüyoruz. Möhtəşəmliyə baxılmış. Oyda. Çok qəşəng. Bir damız dadına baxaq. Uy. Ha. Aynen. Salam dostlar. Videoya son olsa çəkməmişim, elə yeməyə idim, gəldim uzadım, telefona baxdım, başlaşımda yumamışam. Ya birazdan yarım, indi səhər durub yaram. Ölürəm, yatmaq istəyirəm. Yəni heç kim mükəmməldir. Amma axşam üz baxma edib yatmır. Bir iş düz. Gecəniz xeyrə. Videonu da bəyənməyi unutmayın. Gün nə unutduq? Cündürlə. Top. Bi. Şeydi. Bu da salafanı. Geliyor. Ya bunu koyalım. İçinde ne var? Yok şeydi, üstü şans. Biraz güldüme görüm. Tapamaz. İndi gedirik akşam çayımızı götürmeye. Çay içəcəyik. Size ne ver? Sen mandalini... O neydi? Onu bir daha soy bakıp gibi yeterdi. Sen yiysen o. O mənə ver. O qaqaşındır, o mənə ver. Sen mənə versənə. Həqi. Grup olarak şimdi mandalini gösterebilirsin. Yox. Mandalina siz kalasın. Niyə qalam ki? Mən mandalini yemişəm. Gel yarısın verim. Yoxsun yiyirəm, mən bütün istəyirəm. Evet. Sən nə qayacam? Mən də yalan olmaz. Qoy bura. Bu da sənə. Yok ha. Dedim ben İran futbolu. Buralıq nədə belə uzaqda duraq ha, çox yaxına girməyək. Buralı görsənmir heç nə. Gəldik tamına 2 dəqiqə heç çəkmədi burada durmağımız. Evə qaydırıq. Heç nə yoxdur, gəlməyin boş-boşuna. Gəcə olduğunu təpədən göstərmək niyə qulaq asın? Qasır avtobusu çapmağa. Olmaz xanım, salam. Sen ne demiştin? Nə demişdin? Demiştin mi bir şey yaz? Yadımdan çıxır. Saçım nəsə öz-özündən vuruldu. İnanamıyorum. Çox teşekkür ederim. Hə, deməli gəldim, çatdım sağ-salamat evimə. Normalda nənəm öyrətmişdi ki, evə gələndə bir dənə avtobus var və o avtobusdan gəlməsən o düz yaxınlığında saxlayır qaldığım evin. Amma mən bir dəfə çıxanda gec çıxdım. Ona görə də avtobus tapamamışdım da, gec gəlmişdim. Və gec gəldiyimə görə başqa avtobusa mindim. Başqa avtobusa mindim qızla. Sağ olsun Fatma, öpürəm, sevirəm. Amma azmışdım. Ya, o azdırmadı da təbii ki. O tam yerinə göndərmişdi məni. Sadəcə mən yol tanımırdım deyə şaşıb qalmışdım. Yəni təsəvvür edin ki, mən burada düşmüşəmsə, mən
Buradan normal yolumda gedəcəm, amma mən çaşıb bura dönmüşəm, getmişəm. Heç nə yolun ortasında qalıb azmışdım. 2 dəqiqə sağ olsun mənə kömək eləmişdilər. Mənə maraqlı olmuşdu, amma artıq Gəncə bizim də davacımız kimi bilik. Yəni artıq Gəncəni tanıyıram, ona görə də azmıram. Çok mutlu oldum resmen. Belə, ümumiyyətlə belə günlərimiz maraqlı keçir. Niye aşağıda duruyor? Yani sizi böyle tuttum. Ama bu bizim son günlerimizdi. Bir ayın artık biriydi. Sadece yedik. Ay ben pis olurum. Tabii ki bir həyat təcrübəsiydi. İstedim YouTube'da olsun vlogum olarak. Biraz yaşanandan sonra açıb vlogu izləyəcəm. İndiki videolarıma baxıram da köhnə çəkdiyim bir il əvvəl başlamışam da. Tam bir il neçəsə ay olar da. Baxıram belə uşaqlığıma baxıram da çayda belə günlərim olub. Bu günlər keçirmişəm, eləmişəm. Ona görə tövsiyə edirəm siz də video çəkin. Ən azından paylaşmasanız belə özünüz çəkib saxlayın. İllər sonra baxanda adam biraz pis olur. Amma yenə də baxmaq maraqlı olur. Köhnə cavanlıq illərim necə keçib deyə. Belə nostalgiya ilə bitirdim videonu. Özünüzə yaxşı baxın. Sağlam, xoşbəxt qalmağa çalışın.